da bizim bir tarafı. Yani bundan sonra ne geliyor? Ben de çünkü de böyle bir tarafı. İzale vermiş mi? Hayır. Ben izale ediyorum. Əziz Qarabağ azərkeşləri, YouTube'umda maraqlı bir video paylaşmaq istəyirəm. Bu günləri doğrudan da ölkə çempionatında önəmli günlərdən biridir. Çünki hal-hazırda lider olan Turan Toğuz və 3-cü yerdə olan Qarabağ qarşılaşması hal-hazırda Azərsun Arena bugünkü oyunda Turan Toğuza ev sahibliği eləyəcək. Amma buna baxmayaraq, yəni bizim evimiz kimidir bir şeydir. Allah qoysa inşallah oyunun sonunda, oyun 19:00'da start götürəcək Misli Premier Liqası. İnşallah ki qələbə Qarabağlıların olar, Qarabağ azərkeşlərinin olar, bizlərin olar və ondan sonra ayın 22'si bizi doğrudan da möhtəşəm bir oyun gözləyir. İspaniyada Bilbao səfəri gözləyir. Murad, nə fikirləşsən? Bugünkü Turan Toğuz oyununda Yankovic'in oynayıb oynamayacağı bağlı fikri bildirərdin. Yankovic Turan Toğuz'a qarşı oynamalıdır, yoxsa yox? Yoxsa onu gizli bir silah kimi saxlamalıdır? Mən də əvvəla salamlayıram hamını, bütün Qarabağ azərkeşlərini, bütün Azərbaycanı. Belə deyim də, Yankovic formada deyil. Fakt, yəni bu adam zədələnib. Yəni zədədən sonra bərpa dövrü var. O bərpa dövrü ərzində də bu oyun praktikasından əziyyət çəkir. Oyun praktikasına görə mənə elə gəlir ki, Qurban Qurbanov onu 20 dəqiqə, 15-20 dəqiqə oynadar. Yəni əgər fikirləşirsə Bilbao ilə oyunda buraxın, bəli, ona şans verməlidir. Ancaq ki, yenə riskdir. Yankovic'in oyuna girməyi yenə riskdir. O zədə elə zədədir ki, xronik ola bilər. Bilmirəm, yəni açığı deyim Fərhad, mənə elə gəlir ki, Qurban Qurbanov son 80-cı dəqiqədir, sonra 10 dəqiqə. Sadəcə 15-20 dəqiqə isinmə. Bəli, yəni 10 dənə məşq bir dənə rəsmi oyunu yerini vermir. Mən də düşünən 75'də zətdə hardasa onu salar. Hal-hazırda onun yerinə Kaydi də oynaya bilər, Kuako da oynaya bilər. Mənə elə gəlir ki, İnşallah indi Allah qoysa azərkeşlərdən müsahibə alacağıq. Bizə Turan Toğuz düz vacibdir, amma Turan Toğuzun oyununu kölgədən qoyan Bilbao səfəri bizə maraqlıdır. Bu günləri Qarabağ azərkeşlərindən Azərsun Arenada Bilbao Qarabağ oyununun hesabını soruşacağıq. Qarabağ sesi, Qarabağın sesi YouTube kanalında qalın. İnşallah maraqlı belə deyək də roliklər gəlir 1 saniyədən sonra. Salam aleykum. Bu günləri Azərsun Arenada, Azərsun Arena bu günləri Turan Toğuza ev sahibliği edəcək. Doğrudan da Qarabağ azərkeşinin maraqlı tanınmış blogerdir, qardaşımızdır. Nə düşünürsən? Turan Toğuz Qarabağ oyunu. Salam aleykum ilk öncə. Sağlayıram mən belə düşünürəm ki, oyunda ikinci hissə minimal hesab olacaq. Bir gün Qarabağ oyununda. İkinci hissədə biraz top fərqi çox olacaq. Bir də düşünürəm Qarabağ oyununda qalacaq. Bilbao nə düşünürsən? Bilbao haqqında düşüncələri mən həmişə demişəm. Sən də yayınlarında deyirəm. Dua edirəm, həmişə deyirəm. Allah subhanahu taala bizə qüvvət versin. Belə düşünürəm ki, Bilbao'da sökə-sökə alacaq. İnşallah. Minnətdaram. Yanımızda Turan Toğuz'un qatı azərkeşi var. Hal-hazırda Toğuz'da oynanılmasa da bu oyun. Amma Toğuz havasını Azərsun Arenada yaratmaq istəyirlər. Bir Toğuz azərkeş günə çıxmışlar. Yüzü qalib yapın, ya da Pavlov'un çempion olmaq istəyir, Qarabağ. Bizə də siz xatasız qalasın, 90 dəqiqə ola bilirsiniz. Yəni Atleti Bilbao qaldı oyun. Məncə Qarabağ məğlub oluyor. Təşəkkür ederim. Turan Toğuz'un qatı azərkeşi olan İlkin Qaranın yanındayıq. İlkin Qara, sən Toğuz'da döyürsən. Amma Toğuz abi havası yaratmaq istəyirsən. 90 dəqiqənin sonunda kim qələbə qazandı? Toğuz havasının Toğuz azərkeşləri yaradacaq inşallah. Kimi Turan olacaq Allah'ın izniyle. Çox iddialı danışdı Azərsun Arena. İdealı, bəli. Tam əminimlə. Turan udulmayacaq bu gün. Yəni bir xal da olsa götürəcəm, amma Turan udulmayacaq bu gün. İnşallah. Tam əminliklə gelirik. Təşəkkür ederim. A few moments later. Camilo Duran. Qarabağ hücumu. Duran'la ötürmez. Zubir! Abdullah Zubir 2-1. Qarabağ üstünlüğü yarattı oyunda. İkinci hissədə comeback eləməyə bacarır Qurban Qurbanovun komandası. Oyunun 63-cü dəqiqəsi.